Salamlayıram hər birinizi, əziz səhifə izləyicilərim. Demək, bir-iki məsələ barəsində qısaca olaraq məlumat vermək istəyirəm. Yəni, bizə ən çox verilən suallardır. İstəyirəm bunlara aydınlıq gətirək. Deməli, yerli kök üzərində, yerli gilas incirinin üzərində, yəni yetişdirdiyimiz gilas ağacında, bax, hal-hazırda əlimdə tutduğum gilas ağacıdır. Bunun kök sistemi barəsində danışmaq istəyirəm. Əvvəlcə bir 20 saniyəlik videomuz var. Ona ətraflı baxın. Ondan sonra yenə söhbətimizi davam etdirəcəyik. Hə, deməli, videomuza baxdınız. Yəni orada kökləndirmə necə gedir? Düzdür, o lobya yəni kökləndirilməsi, kökləndirilməsidir. Amma belə deyək də, cır gilasın da köklənməsilə onun kökü, yəni kökü getməsi, yəni köklənməsi eyni qaydadır. Yəni düz gedir, paralel aşağı, sonra başlayır yana köklər verməyə. Bir də yaxından çək, bax bu kökün, deməli bax bu hissəsini biz kəsmişik. Yəni bu kəsməsək bu aşağıya doğru gedir. Nə qədər yəni gedə bildiyi qədər gedə bilir aşağı yəni hissəyə bir kök. Amma biz bunu kəsmişik. Kəsdikdən sonra bu paralel olaraq yana köklər verməyə başlayır. Yəni bu gilasın kökün, yəni kök sisteminin bu cür artır, yəni bu cür inkişaf eləyir. Düzdür, başqa meyvələr var ki, məsələn, şaftalıdır, nə bilim, qayısıdır. Bu köklərdə başqa cürdür. Yəni inkişaf saçaq köklər var. Amma bu qayısının, daha doğrusu gilasın kök sistemi bu cür inkişaf edir. Yəni bu bizdən asılı olan bir şey deyil. Çoxsu görürsünüz ki, qarışdırır xarici kökaltılarla, yəni laboratoriyada hazırlanan kökaltılarla yerli kökü qarışdırır. Yəni bəzən də satış eləyəndə narahatçılıq eləyir ki, bu əmələ gəlməyəcək, bitməyəcək, bunun kökü yoxdur. Yəni bunun kökü bizdən asılı olan bir şey deyil. Bunun inkişafı bu cür. Yəni birinci aşağıya doğru kök gedir, ondan sonra bir kökdən sonra, bir müddətdən sonra paralel olaraq yanlara da kökləndirmə, yəni inkişaf başlayır. Saçaq köklər verməyə başlayır. Yəni əsasda biz artıq bunun bir kökün kəsmişik və çox güman ki, bir kökü kəsiləndən sonra yanlara daha çox meyil verəcək, yəni bu ağacın kökləndirilməsi. Yəni bax bu qaydada olur gilasın kökləndirilmə forması. İndi isə baxın ağacları mən sizə nümayiş etdirəcəm. Yəni yerli sırf gilasın, cır gilasın üzərində yetişdirdiyimiz gilaslardır. Baxın bunların boyları təxminən hardasa 8 metr, 10 metr, 12 metr. Maşallah olsun yerli cır gilası üzərində yetişdirilən, yəni böyütülən ağac. Yəni hündürlük maşallah olur. Yəni düzdür, 12 metr bəzən ola bilər ki, istəmərsiniz, deyərsiniz ki, 12 metr çox böyükdür. Məsələn, yığılması çətin ola bilər. Yəni onu başa düşürəm, amma ki, azalda bilərsiniz. Yəni biz də bax bu ağacları yuxarı hissələrini kəsmişik. Yəni aşağı sala bilərsiniz, problem yoxdur. Yəni belə deyim, düzdür, yuxarı meyilli olmayan ağaclar da var. Bəzi sortlar var ki, məsələn, Sputnik kimi, Kırım kimi, gövdə kimi ağaclar daha çox yana meyilli verməyə meyillidir. Yəni amma Romanovkadır, Napoleondur, məsələn bu çeşidlər, yəni üzü yuxarı qalxmağa meyillidir, yəni bu kökaltılar, yəni bu meyvələr daha doğrusu. Yəni əsas məsələlərdən də biri nədir? Əsas məsələ odur ki, yəni bu kök altında, cır gilasın kök altında nə qədər meyvə gətirsə də ağac, 200 kilo, 300 kilo da meyvə gətirsə, öz stabiliyini qoruyub saxlaya bilir. Yəni necə kök onu təmin edir. Yəni ağac da normal inkişaf edir. Bir də meyvə normal şişdirə bilir, yəni meyvəni. Yəni vacib olan məsələ budur, meyvə şişdirilməsi. Çoxsu məsələn bunu əsasda bu xarici kökaltılarda belədir, laboratoriya kökaltılarında bu şişdirilməni, bu böyüməni gübrələr vasitəsilə çox vaxt eləyirlər. Amma bizdə maraqlısı bundadır ki, biz heç bu ağaclara demək olar ki, düz əməlli, yəni suvarmasını da təşkil edə bilmirik. Yəni düzdür, bəzi şeylər var ki, onlara diqqət edirik. Məsələn, gövdəyə xəstəliklər düşür, məsələn, yarpaq xəstəlikləri olur, dərmanlama işini aparırıq. Amma gübrələmə işi demək olar ki, bu ağaclarda heç bir ağacda getmir. Yəni sırf bizim öz ağaclarımızdan söhbət gedir. Suvarma sistemində demək olar ki, yəni bu bir-iki il damlama çəkmişdik, yəni o da təmin eləmədi. Yəni demək olar ki, suvarma sisteminə də o qədər diqqət yetirmirik. Yəni onunla belə maşallah olsun. Yəni nə qədər meyvə gətirsə də öz yəni kalibrini qoruyub saxlaya bilir. Yerli kökün yəni özəlliklərdən biri də bax budur. Yəni meyvənin kalibrini qoruyub saxlaya bilir bu kökaltı. Bax indi ağacları bir çək, yəni boyları, hündürlükləri. Maşallah olsun, təxminən bir 15 ilin, 20 ilin ağaclarıdır. Yəni məhsul da ki, bax normal 200 kilo, yenə dediyim kimi meyvə də gətirsə, öz stabilliyini qoruyub saxlaya bilir. Paralel olaraq ağac özü də inkişafa gedir, zoğa gedir. Bax bu zoğlanmanı çək. Bax görsən, ağac necə zoğlanma gedib, bax. Hələ bu heç bir
qüvvə, yəni heç bir bax o tərəfi də çək baxsınlar. Yəni necə zoğlanma gedib ağacda. Yəni heç bir gübrə, heç bir yəni gücləndiricidən istifadə eləmədən yəni biz bu nəticəyə gəlmişik. Yəni belə deyim, yerli kökün, yerli cirgilasın, yəni özəlliyi də budur. Yəni gübrəsiz, dərmansız, yəni gücləndiricisiz bax bu nəticəni biz alırıq. Yəni yerli kökün, yerli cirgilasın özəllikləri də bax bunlardır.